Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla çox dadlı, yumşaq pambıq kimi bulka hazırlayacağım. Xəmiri hazırlamaq üçün 2 stəkan ilıq süd götürmüşəm. Üzərinə 1 yemək qaşığı şəkər, 1 yemək qaşığı maya əlavə edirəm. 1 yemək qaşığı unu da əlavə edib çırpıcı ilə qarışdırıram. Qabın üzərini qapaqla örtüb 5-6 dəqiqə saxlayıram. Maya bu cür aktivləşdikdə üzərinə stəkanın başından 1-2 barmaq əskik şəkər, 5 yemək qaşığı duru yağ əlavə edirəm. 2 ədəd otaq temperaturunda olan yumurtanı əlavə edirəm. 1 paçka vanil. Unu da az-az əlavə edib əlimlə xəmir yoğururam. Yumşaq, ələ yapışmayan xəmir olmalıdır. Unu biraz əlavə etdikdən sonra xəmir bu cür sıyıq olduqda içərisinə 60 qram da otaq temperaturunda yumşalmış kərə yağı əlavə edib yoğururam. Sonda xəmir sıyıq olarsa unun yerdə qalanını da əlavə edirəm. Qeyd edim ki, bu xəmirə təqribən 850-900 qram un getdi. Yumurtanın böyük və kiçikliyindən asılı olaraq unun miqdarı dəyişə bilər. Hazır xəmir bu cür olmalıdır. Yoğurduqdan sonra bir yerə yığıram. Üzərini streçlə, çay dəsmalı ilə örtüb isti bir yerə qoyuram ki, acısın. Xəmir acıdıqdan sonra streçi götürüb əlimlə havasını çıxardıram. Dəzgahın üzərinə yerləşdirib ovucumun içərisində bu cür xəmiri yığaraq hissələrə bölürəm. Bu qaydada xəmiri hissələrə böldükdə hamısı eyni ölçüdə olur. Böldüyüm hissələrdən yumru kündələr hazırlayıram. Qeyd edim ki, bu xəmirdən 20-22 ədəd bulka alınır. Kündəni oxlovla azacıq uzunsov şəkildə yayıram. Üzərinə biraz duru yağ çəkib şəkər əlavə edirəm. Şəkəri zövqə görə az və ya çox əlavə edə bilərsiniz. Bu cür kənar uclarını qatlayaraq bükürəm. Digərində eyni qaydada yayıb hazırlayıram. Qeyd edim ki, bu cür xəmirin içərisinə cem və yaxud da qozlu içlik də əlavə edib bişirə bilərsiniz. Hətta sadə şəkildə də bişirmək olar. Qabın içərisinə əvvəlcədən yağ çəkmişəm ki, sonradan bulkalar yapışmasın. Az-azıq xəmirin üzərini hamarladıqdan sonra streçlə, çay dəsmalı ilə örtüb isti bir yerə qoyuram ki, acısın. Bulkalar yaxşı acıdıqda sonradan daha yumşaq alınır. Acıdıqdan sonra streçi götürürəm. 1 ədəd yumurta sarısına 3 yemək qaşığı süd, 2 qaşıq da duru yağ əlavə edib qarışdırdıqdan sonra bulka xəmirinin üzərinə çəkirəm. Görürsünüz, yumurtanın rəngi sapsarıdır. Kənd yumurtası olduqda rəngi bu cür sarı olur. Yumurtanı çəkdikdən sonra 200 dərəcəlik sobada üzəri qızaranacan bişirirəm. Artıq gördüyünüz kimi bulkalar hazırdır. Görürsünüz, çox yumşaq alınıb. Həqiqətən də neçə gün qalırsa qalsın boyatlanmır. Çox ləzzətli, dadlı, pambıq kimi bulkalar alındı. Hazırlamağa dəyər. Videonu izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.